Budur, Napoli 2-3 Qarabağ maçının dramatik senarisi. Səhnə Neapol Stadio Diego Armando Maradona. Stadion ağzına qədər doludu. Gərginlik pik həddədir. Oyunun 20-ci dəqiqəsi. Hörmətli tamaşaçılar, ilk 20 dəqiqəni geridə qoyuruq. Napoli sanki bizi cərmə meydançamızı həbs edib. Nəfəs almağa imkan vermirlər. Amma Buntic bugün divar kimidir, möhtəşəm qurtarışlar edir. Tamamilə doğrudur Rüstəm, amma diqqət yetirsən Qarabağ panikada bil. Qurban Qurbanov 5-4-1 blokunu çox sıx qurub. Romao və Yankovic mərkəzi bağlayıb. Biz sadəcə o bir anı, o səhvi gözləyirik. Napolinin müdafiəsi çox irəli çıxıb. 22-ci dəqiqə, ilk gol. İndi Romao topu qazandı. Əla müdaxilə. Benzia'ya ötürdü. Benzia başını qaldırdı. İrəli baxır. Möhtəşəm pas. Juninho qaçdı. Juninho təkdi. Rahmani ona çata bilmir. Juninho və Meret üz-üzə. Zərbə. Gol! Gol! Neapol'da sükut. Qarabağ hesabda irəli çıxır. İnanılmazdı. Bax, bayaq dediyim budur. Klasik kontra-hücum. Benzia'nın pası sadəcə zərgər işi idi. Amma Juninho'nun o sürəti. İtalyan müdafiəçiləri sanki yerində donub qaldılar. 1-0 əziz dostlar. Plan saat kimi işləyir. 57-ci dəqiqə. İkinci gol. İkinci hissəyə Napoli qəzəbli başlayıb. Hesabı 1-1 etsələr də 40-cı dəqiqədə Kvara vurmuşdu. Qarabağ sınmayıb. İndi sol cinahda top Zubir'dədir. Zubir. Qarşısında Diloryanza var. Zubir rəqs edir sanki. 2 nəfəri keçdi. İçəri çəkdi. Ötürmə. Leandro Andrade gəlir. Zərbə! 9'luq! Bu nə goldu? Bu nə zərbədir? Qarabağ yenidən hesabda irəli çıxır. 2-1. Fantastika! Rüstəv, bu golda ən vacib məqam Zubir'in soyuqqanlılığıdır. Hər kəs onun zərbə endirəcəyini düşünürdü, amma o, boş zonaya qaçan Andrade'ni gördü. Napoli'nin müdafiə balansı tamamilə pozuldu. Biz Neapol'da futbol dərsi keçirik. 68-ci dəqiqə. Bərabərlik. Təəssüf, çox təəssüf. Künc zərbəsindən gələn top və Lukaku. Fiziki gücünü göstərdi və başla topu tora göndərdi. 2-2. Stadion yenidən canlandı. İndi çətin olacaq Səbuhu. Çox çətin. Bəli, bu gözlənilən idi. Napoli indi bütün riskləri alacaq. Bax, müdafiə xətti mərkəzi keçib. Qurban müəllim kənardan sakit olun işarəsi verir. İndi bizə təmiz zəka və son bir öldürücü zərbə lazımdır. O boşluqlar yenə yaranacaq. 82-ci dəqiqə. Qələbə qolu. Napoli bütün komanda ilə irəli atılıb. Künc zərbəsi. Müdafiəçilərimiz topu çıxardı. Top Elvin Cəfərquliyevdədir. Qarşısı bomboşdur. Elvin sürətlənir. Qaç Elvin, qaç! Sanki raketdir. Soldan Nərman Axunzadə də dəstək verir. 2 nəfər bir müdafiəçiyə qarşı. Elvin mərkəzə ötürdü. Nərman! Qapısı ilə təkbətək. Vur bunu! Gol! 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 Tarix! Tarix! Tarix yazılır. Neapol diz çöktü. Qarabağ 3, Napoli 2. Bu gerçeği ola bilməz. Allah'ım, bu nə senaridir? Leverkusen maçının qisası alınır mı? Elvin'in o 70 metreli sprintinə baxın. Ciğerləri partlasa da dayanmadı. Nərimanın o soyuqqanlılığı. Bu uşaqlar bugün qəhrəmanlardır. Napoli şokdadır. Conte şokdadır. İtalya şokdadır. 90+5 dəqiqə. Final fiti. Və hakim fitini çalır. Bitti! Bitti! Möcüzə yox! Zəhmət! Təsadüf yox! Taktika! Qarabağ İtalya'da Napoli'vi 3-2 hesabı ilə məğlub edir. Azərbaycan futbolunun unudulmaz gecəsi. Göz yaşlarınızı silin. Bu qələbəni qeyd edin. Sözün bitdiyi yerdir Rüstəm. Taktiki nizam, döyüşkən ruh və ağıllı oyun. Atlılar bugün Avropanın zirvəsindədir. Təbrik edirik. Azərbaycan.